Salam uşaqlar, bugün sizlə yeni 8-ci sinif kimya kitabında 2.1-ci mövzunun tapşırıqlarına baxacağıq səhifə 40-da. Öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın mövzusunu. Baxaq birinci suala. Deyir ki, dövri cədvəldən istifadə etməklə kalsium, hidrogen, bor və alüminium elementlərindən dublet qaydasına uyğun kimyəvi stabillik qazanan atomları müəyyənləşdirin. Biz bilirik ki, iki cür qayda var. Dublet qaydası, oktet qaydası. Dublet qaydası 8-ə tamamlama, daha doğrusu dublet qaydası 2-yə tamamlama, oktet qaydası 8-ə tamamlama. Bir atomları yazaq. Kalsium neçənci elementdir? 20-ci element. Gəl tapaq burada kalsiumu. Kitabda öydək. Bax, kalsium neçənci elementdir? Görürsünüz, 20-ci elementdir. Bax, kalsium. Kalsiuma yaxın olan təsirsiz qazlardan kimlər var? Var argon 18-ci element. Bir də var kripton 36-cı element. Kalsium hansına daha yaxındır? Argona. Düzdür, deməli özünü argona tamamlayacaq. Argon da xarici elektron konfigurasiyası 18 olduğuna görə 3s2 3p6 olacaq. Yəni element özünün avtomatik 8-ə tamamlamış olacaq. Yəni kalsium elementi oktet qaydası ilə tamamlanacaq. Keçək digər elementi hidrogen. Hidrogen birinci elementdir. Hidrogenə yaxın təsirsiz qazlar heliumdur, ikinci element. Bir də neondur, 10-cu element. Hidrogen kimə daha yaxındır? Heliuma. Çünki 1 ilə 2-nin arasında 1 vahid, 1 ilə 10-ın arasında 9 vahid məsafə var. Deməli, hidrogen özünü tamamlamaq istəyəcək heliuma. Heliumun elektron konfigurasiyası 1s2-dir. Baxın, 2 element, deməli, dublet qaydası ilə tamamlanacaq. Keçək bora. Bor neçənci elementdir? 5-ci elementdir. Baxın, buradadır bor, 13-cü. Bor 5-ci elementdir. Baxaq borun ətrafında. Borun ətrafında var helium 2-ci element, bir də var neon 10-cu element. 5-dən 2-yə qədər 3 vahid, 5-dən 10-a qədər 5 vahid məsafə var. Deməli, element heliuma tamamlanmalıdır. Helium elektron konfigurasiyası 1s2 olduğuna görə buna deyirik yenə dublet qaydası. Bir də qalır alüminium. Alüminium neçənci elementdir? 13-cü element. 13-cü element olan alüminiuma baxırıq. Bax, 13-cü qrupu görürsünüz. 13-cü element olan alüminiumun ətrafında var, yaxınında neon 10-cu element təsirsiz qazlardır. Bir də argon 18-ci element. Burada 3 vahid, 13-dən 18-ə 5 vahid. Deməli, element özünü neonla tamamlayacaq. Neon da 10 olduğuna görə 1s2, 2s2, 2p6. Xarici elektron təbəqəsində neçə elektron var? 2 + 6 8. Deməli, alüminium da özünün oktet qaydasına uyğun tamamlayacaq. Bizə dublet qaydasına uyğunları istəyirdi. Dublet də deməli olur hidrogen dublet qaydasına uyğun, bir də bor dublet qaydasına uyğun tamamlanacaq. Keçək digər suala. Natrium müsbət ionu ilə, natrium 11-ci elementdir, müsbət ionu ilə neon atomunun oxşar və fərqli cəhətlərini qeyd edin və müqayisəli təhlilini aparın. Gəlin baxaq. Burada yazıram oxşar, burada yazıram fərqli. Gəlin baxaq. Neon neçənci elementdir? 10-cu elementdir. Birinci bunlar nəyi müxtəlifdir? Proton sayları. Bunun 11 protonu var, bunun 10. Fərqlilərin birincisi proton sayı. Proton sayı. Sonra nüvə yükləri fərqlidir. Natriumun nüvə yükü müsbət 11-dir, neonun nüvə yükü müsbət 10-dur. Fərqli ikinci cəhət nüvə yüküdür. Daha sonra elementin atomunun növü fərqlidir. Məsəl üçün natrium metaldır, neon isə təsirsiz qazdır. Sonra fiziki və kimyəvi xassələri fərqlidir. Məsəl üçün, neon deyirik təsirsiz qazda heç bir maddə ilə birləşmə bilmir, yəni birləşmə əmələ gətirmir. Amma natrium metalı müxtəlif qeyri-metallarla, turşularla əsas və yaxud turşularla, digər bəsit maddələrlə reaksiya edib birləşmə əmələ gətirə bilir. Amma neon heç bir maddə ilə birləşmə əmələ gətirə bilməz. Bunlar fərqli cəhətlər olaraq deyə bilərsiniz. Və yaxud elektron təbəqələrinin sayı da fərqlidir. Tutalım ki, 11-ci element olan natriumu ayırsan 2, 8, 1. Necədə elektron təbəqəsi var? 3-cü elektron təbəqəsi var. Yəni, natrium 3-cü dövrdə yerləşir. Dövrlərin sayı da fərqlidir. Amma neon 10-a ayırsan 2, 8. 2-ci dövrdə yerləşir. Yəni, 2 dənə elektron təbəqəsi var. Keçək oxşar xassələrinə. Oxşar xassə nədir? Baxın. Bunu biraz qırağını silim. Kənarı
Bunu silək. AS burası. Baxın, natrium üzərində müsbət yük var. Bu demək ki, natrium 11 bir elektron verir. Neçə elektronu qalıb? 10 elektron. Neonda isə yük olmadığına görə bu demək ki, neon ilə 10 dənə elektron sayı var. Deməli, oxşar xassəsi nədir? İkisinin də elektron sayı eynidir. Elektron sayı oxşar xassəsi. Sonra, bax, natrium 11 neyiniyib? Elektron verib və 10 dənə elektron olubdur. Neonun da 10 elektronu var. Yəni, ikisi də təsirsiz qaz elektron konfigurasiyasına malikdir. Yəni, ikisinin elektron konfigurasiyası NS2, NP6-ya və yaxud daha dəqiq yazsaq 2S2, 2P6-ya uyğundur hal-hazırda. İkisi də kimyəvi olaraq stabillik halındadır, kimyəvi stabil haldadır və hal-hazırda ikisi də stabil halda olduğuna görə birləşmə əmələ gətirə bilmirlər. Bunlar da bunlar arasındakı oxşar xassələr. Keçək üçüncü suala. Üçüncü sual. Nə deyir? Oktet qaydasını elementlərin metallıq və qeyri-metallıq xassəsilə əlaqələndirin. Cavabınızı natrium və xlor misalında izah edin. Baxın uşaqlar, natrium nədir? Metal, düzdür. Neçənci elementdir? 11-ci elementdir. Natrium metalının ətrafına baxaq. Təsirsiz qazlar birisi ki, 18-ci qrupdakıdırlar. 18-ci qrupdakılar təsirsiz qazlardır. Və rüy rədəmləri isə 8-ci qrupdakılar deyəcəyik. Baxaq görə natriuma yaxın təsirsiz qazlardan kim var? Neon var, 10-cu elementdir. Bir də kim var? Argon var, 18-ci elementdir. İndi gəlin fikirləşək. Natrium kimə daha yaxındır? Neona yoxsa argona? 11-dən ona 1 vahid məsafə var. 11-dən 18-ə 7 vahid məsafə var. Deməli, element özün argona yox, neona tamamlayacaq. Yaxşı, indi natrium 11 olmaq istəyir neon 10 kimi. Yəni, ona oxşamaq istəyir. Yəni, istəyir ki, bu natrium 11-ində neon kimi 10 dənə elektron olsun. Neynəməlidir bu natrium 11? 10 dənə alması var, tutalım ki, istəyir 10 dənə olsun. Neyinəysən 1 elektronun versin, yəni çıx 1 elektron. Element elektron verirsə, yəni mənfi yükündən azad olur. Mənfiləri azaldırsa, element necə yüklənməlidir? Müsbət yüklənməlidir. Bəs bu müsbət yüklü ionun adı nə olur? Kation. Deməli, metalları ümumiləşdirsək, metallar kimyəvi stabil hala, burada stabildir demək. Kimyəvi stabil hala keçəndə nə olur? Elektron verərək kation olurlar. Metallar. Bu metallar üçün ümumiləşmənin natrium misalında izahını verdik. Bəs xlora keçsək. Xlor 17-ci elementdir. Ətrafında yaxınında argon var, 18-ci element. Bir də kripton var, 36-cı element. Və yaxud istəyirsinizsə neonu da yaza bilərsiniz. Yazaq. Neon 10-cu element. Görək kimə yaxındır? 17 təbii ki, argon 18-ə yaxındır. Düzdür? İndi xlor 17-ci elementi istəyir ki, bu oxşasın argona 18 olsun. Neynəməlidir? 17 elektron bir dənə də elektron almalıdır ki, neçə olsun? 18 olsun. Onda bu element 1 elektron alıbsa necə yüklənir? Mənfi 1 və 1 heç vaxt yazılmadığına görə mənfi yazırsan qalır. Oy, niyə belə oldu? Bizi bunu düzəltim. Çox uzun çəkdik mənfini. Xlor olur mənfi yüklü. İndi bu mənfi yüklü ionun adı nədir? Anion. Biz deyirik onda ki, Mendeleyev metalları natrium misalında ümumiləşdirmədik. İndi qeyri-metal olan xloru da ümumiləşdirək. Deyirik ki, qeyri-metallar, yəni xlor kimi elektron alaraq, bax, üstə gəlir bir elektron. Nəyə çevrilir? Mənfi yüklü iona, yəni aniona çevrilir. Metallar elektron verir stabil hala keçəndə, qeyri-metallar isə elektron alırlar. Yəni metallar kationa, qeyri-metallar aniona çevrilir. Bu oldu 3-cü sualın izahı. Keçək öyrəndiklərinizi yoxlayın izahına. Deyir ki, atomun kimyəvi stabilliyi nə deməkdir? Cavabınızı bir nümunə üzərində izah edin. Uşaqlar, nümunəni, nümunəsini. Bayaqdan, bax, o 1, 2, 3-cü sual var. Oralarda izah eləmişəm. Qayıdıb əvvələ nümunəsinə baxa bilərsiniz. Amma stabillik halı nə bilirsəz, kitabın içərisində də qaydası verir. Atomun öz xarici elektron təbəqəsini 8-ə tamamlaması, yəni NS2, NP6 elektron konfigurasiyasına malik olduğu hal
onun kimyəvi stabil olduğu halda. Kimyəvi stabil olduğu halda element artıq heç nə birləşmə əmələ gətirmir. Mən bunu məktəbdə uşaqlara necə izah edirəm? Deyirəm ki, təsəvvür edin ki, təsirsiz qazlar dünyanın ən bəxtəvər adamlardılar, varlıdırlar, zəngindilər. Onların heç kimdən işi yoxdur, heç bir işə də getmirlər. Bütün günü nə almırlar, nə satmırlar, otururlar, yeyirlər, içirlər. Və digər element necə biz insanlar da məsələn işə gedirik, pul qazanırıq, tutalım ki, gedirik, yeyirik, içirik. Elementlər də özlərinin ən yaxşı variantına, necə insanlar özünün ən yaxşı variantına çevrilmək istəmir, elementlər də özünün ən yaxşı variantına çatmaq istəyir, ən rahat formasına çatmaq istəyir. Ən rahat formada onlar üçün 8-ci qrupdakılardır, yəni təsirsiz qazlardır. Onlar da istəyir, bütün elementlər istəyir ki, başları qulaqları dinc otursunlar da, kimdən elektron almasınlar, verməsinlər. Ona görə deyirik ki, elementin stabil halıdır 8-ə tamamlanmış halı. Oldu. Buna dedik kimyəvi stabillik. Keçək ikinci sualına. Flor və alüminium atomlarının xarici təbəqələrinin oktet qaydasına uyğun tamamlanma sxemini tərtib edin. Gəlin tərtib eləyək. Flor. Flor dövrü sistemindən baxsaz 9-cu elementdir. Bunun ətrafındakı təsirsiz qazlardan var neon yaxınında 10-cu element. Bir də var argon 18-ci element. Yaxşı. Oktet qaydasına uyğun tamamlanma sxemini tərtib edin. Gəlin baxaq. Bax, bu flor kimə daha yaxındır? Neona daha yaxındır. Onda bu flor 9-cu element. Neynəməlidir? Neynəməlidir? 9-10 olması üçün bir dənə elektron almalıdır. Bir elektron alanda bu flor necə yüklənir? Elektron mənfidir. Elektronu aldığına görə mənfiləri çoxalır və bu element mənfi yüklənir. Və bu zaman onun artıq olur 10 dənə elektronu. 9 idi, bir dənə daha da oldu 10 elektron. Yəni flor çevrildi nəyə? Flor mənfi aniona. Keçək alüminium üzərində izah edək. Alüminium 13-cü elementdir. Bunun da ətrafında neon var, yaxınlığında 10-cu element. Bir də argon var, 18-ci elementdir. 13-dən 10-a 3 vahid, 13-dən 18-ə 5 vahiddir. Yenə kimə yaxındır bu element? Neona yaxındır. Düzdür? Deməli, alüminium 13 elementi. Olmaq istəyir alüminium 13 neona oxşamaq istəyir. Elə edilir ki, 10 elektron olsun. Oy, bu 3-ü yaxşı yazaq. 13 neyləsin ki 10 olsun? 3 dənə elektron versin. Çıx 3 elektron. 3 elektron verirsə, onda onun yükü yüklənir 3 müsbət. Yəni element çevrilir nəyə? Kationa. Kation. Bu da tamamlanma sxemindir. İki sxemin ikisini də qurduq. Keçək bu tərəfə. Neçənci sualda? 3-cü sual. Hansı elementlər elektron alaraq argona oxşaya bilər? 2 nümunə göstərin. Gəlin baxaq cədvələ. Gəlin baxaq cədvələ. Argon neçənci elementdir uşaqlar? 18-ci elementdir. Bax, buradadır. İndi bu 18-ci elementə kim oxşaya bilər? Amma nə eləyərək? Elektron alaraq oxşasın. Alaraq. Məktəbdə bunu uşaqlara izah edəndə bəziləri oxşatmışdı, amma verərək oxşadanlar var idi. Baxın, məsəl üçün 18-in ətrafına baxaq. Kimlər 18-ə oxşaya bilər? Yəni 18-in yaxınlığında kimlər var? Xlor var, ən yaxın 17-dir. Kükürt var, 16-dır. Fosfor var, 15-dir. Silisium neona da yaxındır, argona da ikisinə 4 vahid yaxınlığındadır. Artıq məsəl üçün alüminiumu seçə bilmərik. Niyə? Çünki alüminium 10 neon var, neona oxşayacaq. Çünki alüminiumdan neona qədər 3 vahid var. Alüminiumdan argona qədər 13-dən 18-ə 5 vahid var. Artıq alüminium neona bənzəyəcək. Sonra argona oxşayır məsəl üçün kalium 19 və yaxud kalsium 20. Bunlar da yazanlar var idi. Amma bunu yazanlar səhv yazıb. Niyə? Çünki bu kaliumdur, bu 18 olmalıdır, argona oxşayır, 20 də 18 olmalıdır. Axı 19, 18 olmağı üçün elektron verməlidir, və yaxud 20, 18 olmağı üçün yenə elektron verməlidir. Bizə sualda elektron verərək demir, alaraq deyir. Ona görə xloru, kükürdü, fosforu nümunə göstərə bilərsiniz. Xlor 18 olması üçün, 17, 18 olmaq üçün bir dənə olmalıdır mənfi. Kükürt 2 dənə almalıdır, olur 2 mənfi iyon. Fosfor 3 dənə almalıdır, olur 3 mənfi. Bu da belə 3 dənə öyrəndikləri tətbiq edilən yoxlayla izahı.